fikirləşirəm ki, müstəqil dönəmdə belə bir şey olmuş ki, 2 mövsüm ardıcıl komanda Avrokuboklardan kənarda qalsın. Bu ciddi uğursuzluqdur və düşünürəm ki, Neftçi daxilində problemlər böyükdür. Ancaq heyəti dəyişməklə, məşqçiləri dəyişməklə bu uğursuzluğu arxada qoymaq çətin görünür. Samir Abbasov məşqçi kimi bacarığına güvəndiyim biridir, təcrübəli mütəxəssisdir. Son illərdə Neftçinin ən böyük uğuru da Samir Abbasovun adı ilə bağlıdır. Ölkə çempionluğunu Qarabağdan uzun illərdən sonra məhz Samir Abbasov mövsümün yarısından gələndən sonra qopara bilmişdi. Dəyişikliklərə, ciddi dəyişikliklərə ehtiyac var. Amma yanaşma, Neftçidə bir çox yanaşma dəyişməlidir. Ötən mövsüm Şamaxı ilə oyunu xatırlayıram, son turlarda idi. Komandanın heyətindəki təxminən 9 ya 10 futbolçu 30 yaşın üstündə idi. Neftçidə bu olmalı deyildi. Yəni bu yaşda futbolçularla müasir futbol sürətlənib, temp qalxıb, tələblər artıb. Düşünürəm ki, gəncləşdirmə siyasəti getməlidir. Gəncləşdirmə dediyimiz o 18-20 yaşdan söhbət getmir. 25, 26, 27 yaşda və yeni transferində baxırıq ki, 29 yaşı var, 2+1 müqavilə, 32 yaşa gedib çıxır. Yenidən təzminat məsələləri gündəmə gələcək, necə ki, bugünkü gündə bir çox futbolçularla komanda ayrılmaqda çətinlik yaşayır. Çünki ötən yay Roman Qriqorçukun dönəmində o futbolçular cəlb olunub, uzun müddətli müqavilələr bağlanıb. Neftçiyə düşünürəm ki, daha az futbolçulara ehtiyacı var Neftçinin. Daha az o böyük məbləğlər qarşılığında böyük klublarda oynamış və ya yaşı artıq ötmüş 30-32 yaşında futbolçular üçün o qədər də önəm daşımır ki, Neftçi uğursuzluq yaşayır. O futbolçular üçün əsas prioritet o olur ki, yaxşı bir müqavilə bağlasınlar və o müqavilədən şərtlərinə uyğun olaraq yaxşı maaşlarını qazansınlar Azərbaycanda. Necə ki, bu günləri biz görürük ki, düzdür 9 futbolçu ilə yollar ayrılıb, təxminən 4-5 futbolçunu da Samir Abbasov sərəncamında görmək istəmir, başda Ramil Şeydayev olmaqla, amma adamın illik maaşı 1 milyona yaxındır. Yəni bu günlər Ramil Şeydayevə heç kim o pulu verməyəcək. Onun təzminatını vermək lazımdır ki, qarşılıqlı razılıqla əmələ gəlmir, mümkün deyil və bu büdcənin ciddi məbləğdə ayrılması deməkdir. Düşünürəm ki, ötən yay edilən səhvlərin bugün əziyyətini çəkir. Neftçi üçün çətin olacaq. Yeni mövsümdə çətin olacaq. Heyət yenidən sıfırdan yığılır. Ümumiyyətlə Neftçi ilə bağlı danışası olsaq, məncə günlər yetməz. Çünki bu günləri Neftçi komandasında bir faktı deyəcəm. 3 millətdən 4 adam var, eyni vəzifəni icra eləyir. İdman direktoru. Fərqli vəzifələr kimi təqdim oluna bilər, amma Cek Sünəri olsun, Kamil Məmmədov olsun, Zaur Əzizov olsun, bilirik ki, bu adamlar eyni vəzifəni daşıyırlar, futbolçu transferində aktivdirlər. Yəni, vəzifələri birbaşa odur. Amma təəssüf ki, 2 mövsümdə komanda uğursuzluq daşıyır. Gah məşqçilər günahkar qismində təqdim olunur, gah futbolçular günahkar qismində təqdim olunur. Düşünürəm ki, həm də rəsmilərdən kimsə önə çıxmalı, məsuliyyəti üzərinə götürüb, ən azından istefa mədəniyyətini göstərib getməlidirlər. Yəni, bu futbolçular, bu məşqçilər bura öz başına gəlmir də. Kimlərsə bunu gətirir, bu müqavilələri kimlərsə imzalayır, külli miqdarda pullar ayrılır. Düşünürəm ki, həm də bu yöndən baxmalıyıq məsələyə. Sırf Samir Abbasov aspektindən düşünürəm ki, Neftçi növbəti mövsüm nəhayət uğursuzluğa son qoya bilər. Amma artıq ilk transferdən biraz narahat olmağa başladım açığı. Amma bu mövsümki uğursuzluğa görə ən axırıncı günahkar Samir Abbasovdur. Təbii ki, baş məşqçi kimi uğursuzluq varsa məsuliyyət daşıyır, amma ən axırıncı günahkar Samir Abbasovdur. Ona qədər günahkarlar Neftçidə çoxdur. Yeni mövsümlə bağlı təbii ki, yenidən qurulacaq Neftçi. Düşünürəm bu baxımdan komandanın kubok yolu ilə Avrokuboklara getməməsi Neftçi üçün faydalı oldu. Bu alıcı nəticə olacaqdı. Komanda Avrokuboklara getməyi düşünüb, heyəti yenidən yığmaq barədə yox, müəyyən dəyişikliklərə gedəcəkdi ki, kosmetik dəyişikliklərə bu da o qədər effekt verməyəcəkdi, gedib Avrokuboklarda maksimum bir mərhələ keçmək, o da əgər keçə bilsə, düşünmürəm ki, komandaya nəsə verməyəcəkdi və o baxımdan Neftçi üçün faydalı oldu bu mövsüm Avrokuboklara getməmək və yenilənən Neftçidən Samir Abbasovun rəhbərliyi altında əgər Samir Abbasova müəyyən müdaxilələr olmasa, illah da bilirəm ki, Samir Abbasov sərbəst işləməyi xoşlayır, müstəqil baş məşqçilərdəndir. Düşünürəm ki, təbii ki, çempionluq mübarizəsində olmasını gözləmək absurddur. Neftçinin son illərdə yaşadıqlarından sonra buna zaman lazımdır. Amma Samir Abbasov rahatlıqla komandanı Avrokuboklara apara, medalçılar sırasında saxlaya bilər.